Bunlar bilmirlər. Bəlkə də eşidiblər, yadlarına düşmür. İstədim deyim ona öyle birinci elə şəhid budur da. Kim sonra o vaxt məsəl üçün 37-ci ilin vısılqı eləyənləri, sonra qaçaqları, neçə dənə məsəl üçün hacı var, neçə dənə meşedi var, neçə dənə Kərbəlayı var. Tövbə bir dənə adam mənə deyib bunları. Özümdən elə bilsən ki, ilahidən mənim beynimə bunları hamısını mənim üçün bir dənə yazıb qoyub. Hamısını yazmışam. Hamısını yazmışam. Dedi ki, gəlib aparacaq səni. Pəs bir istir abidə qoya, qoyunu yanında. Dedim ki, orada, o qoyunun yanında öz yerli cəmaatımız yoxdur orada. Gəlib gedənlər olacaq, kimsəsi uşaq, heyvanat, malqara, quyudan yaxın vuracaqlar, daş atacaqlar, sındıracaqlar. Neyinə lazımdır? Görmüsən deyirəm, bu boyda ağaclar var idi. Misəlsi kətdən yuxarı yayla hamısını kəsiblər, binaları sındırıblar, dağıdıblar, taxta şalvarını aparırlar, şəhərdə gətirib, evzat tikirlər. Çoxsu orada qaçqınlar olub. Bizim cəmaat ki, oradan çıxdı, gəldi, qaçqınlar qaldı orada. Onlar da ki, kəndə dağ çəkiblər. Məktəbi gördün də, bir dənə pəncərəsi yox idi. Nə qədər ki, qardaşım orada idi, bir dənə adam oraya yaxın gedə bilmirdi. Elə ki, qardaşım gəldi burada dünyasını dəyişdi. Allah rəhmət eləsin. O məktəbləri, o evləri hamısını darmadağın edəblər. Qasım kəndin məktəbində? Qasım kəndin məktəbi. Əvvəlki məktəbi də yaxşı olub. Neçə dənə kənd gəlib orada 7 illiyi qutarırdı. Böyük məktəb idi. Neçənci illərdə? Neçənci illərdə? Demək, Sovet hökuməti qurulanda o məktəbi o vaxtda tikiblər orada. Sovet hökuməti qurulanda. Su da çəkilib, o məktəb də tikilib. Ortada da yaxşı bir yol çəkmişdilər. Bir dənə elə bilirdin ki, bu bütöv daşdır. Daha çala-çuxur yerləri yox idi. İndi görsən, buraxırlar suyu, nə bilim, nə, hamısını pis vəziyyətə qoyublar. O məktəb o vaxt, üstü də onun saxsı idi, beləcində, qırmızı saxsılardan. İndi məsələn, şifrinə eləyiblər. Elə məktəb idi ki, deyim sənə ki, daha belə keyfin istəyək. Neçə dənə sinifi vardı, sport zalı, zadı, hamısı vardı. Sonra Banisa vardı, hələ onun üzbüyüz. Hələ Qasım kənddə. Böyük, Banisa vardı, 3 otaqlı ev tikmişdilər belənçinə. İkisində xəstələr yatırdı. Birində, məsələn, biri qadın üçün, biri kişi üçün. O biri otaqda ki, həkim orada öz işini aparırdı. Yoxdur, hamısını darmadağın eləyiblər. Dedim ki, yox, siz onu mən deyən yerə aparın, qoy. Qoy kətdən uzaq olsun, yoldan yaxın olsun. Həmən abidəni. Həmən abidə. Çünki oraya uşaq gedib gələcəyini, bu misal üçün yoldur. Baba, burada dərə var, balaca körpü vardı. Biz keçdik evlərdən bu yana. Dərədən bu yana qoy yenə. Bir 30 metr, 40 metr, ya 50 metr biraz. Yaxşı bir dənə daraşqa gətir onu sən. Kim istəyər, saxlayar maşını yolun içində, gedər, baxar, çıxıb gələr. Orada uşaq da ona əl vurmaz ona. Özdəki hasarı alarsan da, dəmir raşotka ilə. İstəyərsən raşotka ilə belə tikər, belə raşotka. İstəyərsən turba ilə, məsələn, 3 cərg, 4 cərg eləyərsən ki, malqara girməsin oraya. Dedi ki, gəlib aparacaq səni. Mənim də ayaqlarım tutulub. Heç yeriyə bilmirəm o. Orada yenə səninlə gedəndə bir cüzi qədər biraz babasın. Heç yeriyə bilmirəm. İnşallah düzələr. Sonra gəldi, həkim də dərman zad yazdı. Bir də atıram, bilmirəm də Allah kərimdir. İnşallah yaxşı olar əmcəm. Ancaq dedim onlara ki, mən maşından düşə bilməyəcəyim. Dedi, lazımdır, sən hələ bizi apar yenə. Orada hansı göllər var, sonra yolu hardandır, nətərdir, yaylaqlara aparar gəzdirək səni. İnşallah. Dedim, özüm bir gün. Çay apardı. İndi sənin üçün çay da gətirəcəm. Allah köməyin olsun. Sən